Çox qəribə bir müharibədir. Bir tərəfdə susuz dodaqları qurumuş oruz tutanlar, bir tərəfdə də uşaq qadın əti yeyən Epstein tərəfdarları. Çox qəribə bir müharibədir. Dünyanın ədaləti yoxdur. Bu dünyada baş verən bu məsələləri görə yenə də sənə fars tolaları deyirlər. Yenə sənə İrancı deyirlər. Qoy desinlər. Bu nə İran məsələsi deyil, nə Şiə məsələsi deyil. Bu insanlıq məsələsidir. Şeytanın ordusu ilə Allahın ordusu üz-üzə gəlib. Və Allahın imtihanında sən kimin tərəfindəsən onu göstərməlisən. Çox gözəl ad tapmısan. İrancı, fars tolaları, aftafaları. Allah sənə lənət eləsin. Sən əgər haqqın yanında dura bilmirsənsə, kişiliyin çatmırsa, ən azından sus. Dilsiz şeytan kimi ən azından sus. Çox gözəl ad tapmısınız. Deyə bilmirsiniz Epstein tərəfdarları. Deyə bilmirsiniz Epsteinin tulaları. Deyə bilmirsiniz Epsteinin agentləri. Uşaq əti yeyir bunlar. Uşaqlara təcavüz edirlər. Ölkələri viran qoyurlar. Deyə bilmirsən Amerika agentləri. Çünki sənin suyun, selin oradan gəlir. Çünki sən haqqı orada görürsən. Pozğunluqda, əxlaqsızlıqda. Amma bir şəxsin başı hicablı, alnı namazlı, dodaqları quruyub oruz tutmaqdan sən ona İran agenti deyirsən. Sənin şərəfin, mənliyin, heysiyyətin çünki Epsteinin yanındadır. Çünki Epsteinin etdiklərinə sən bəraət qazanırsan. Çünki sən Epsteinin etdiklərini etmək istəyirsən. Ona meyillisən. Ona görə deyirsən fars tolaları. Burada farsın nə dəxli var? Fars, İran bu günləri qan içən, uşaq öldürənlə mübarizə aparır. Nə dəxli var burada? Dəxli var bu söhbətin?